Bugün detonasiyanın qonağı Svit Xonça Zaqatalanın təsisçisi və pedaqoq Saminə xanımdır. Xoş gəlmisiniz. Təşəkkür edirəm Zahir xanım dəvətiniz üçün. Burada həm pedaqoq, həm qadın sahibkar kimi iştirak etmək mənim üçün çox qürur vericidir. Svit Xonça Zaqatala adından detonasiyaya sizin simanızda kiçik simvolik bir hədiyyə hazırlamışam. Bunu təqdim etmək istəyirəm. İnşallah sizin və komandanızın xoşuna gələr. Çox sağ olun, təşəkkür edirəm. Çox qəşəngdir, çox şıq. Bəyəndinizsə nə mutlu mənə. Çox gözəldir. İlk addım və Xonça macəranız necə başladı? Bizə çox maraqlıdır. Əslində həmişə içimdə bir iş xanımı olmaq sevdası olub. Məktəb vaxtlarımdan deyirdim ki, mən iş xanımı olacağam. Amma elə oldu, universitetə girdim, sonra turizmdə işləməyə başladım. Turizmdə 8 il baş mütəxəssis kimi çalışdıqdan sonra işlədiyimiz qurum bağlandı. Elə bir boşluq yarandı. Biz imtahan verdim MİQə, müəllimliyə daxil oldum. Və mənim iş rejimi də elədi ki, yenə 2-dən sonra boş vaxtımız qalır. Və mən bu vaxtı dəyərləndirdim. Həm içimdə dekora, dizaynə çox maraq var idi. Bir qrant layihəyə qoşuldum və biznes qalibi oldum. Oradan da mənə dəstək oldular. Xonça deyiləndə ağla Svit Xonça gəlirsə, deməli nəyəsə nail ola bilmişik. Bəs yaxşı, Svit Xonça nə zaman biznesə çevrildi? Bir gün bir sifarişimiz oldu Qax rayonundan və müştəri dedi ki, bizim orada heç kimimiz yoxdur. Biz istəyirik xonçalarımızın çatdırılmasını siz edəsiniz. Və sonra soruşdu ki, bəs necə olacaq? Mən orada o xonçaları çəkməyə heç kim yoxdur. Və belə olduğu zaman əməkdaşlar bizə lazım olmağa başladı. Çatdırılma xidməti, sonra və bizə çəkiş eləmək üçün mütləq bir professional reels maker və yaxud da ki, videoqraf lazım idi. Həmin müştərinin sayəsində bizim xonça işimiz artıq bir xonça biznesinə çevrildi. Svit Xonça biznesə çevrildikdən sonra artıq məndə bir məqsəd yarandı. Ən başdan belə olub, hal-hazırda da belədir. Rəqabət aparmaq deyil, işıq olmaq idi. Artıq yenilik etmək zamanı gəlib çatmışdı. Dönüm nöqtəsi də həmin gün oldu. Bundan sonra artıq sistemli şəkildə düşünməyə başladıq. Biz artıq bir paket hazırladıq. Bura daxil idi xonçaların çatdırılması, yerləşdirilməsi, gəlinlərin reels videosunun hədiyyə edilməsi və günün sonunda da xonçaların geri gətirilməsi. Çox sevildi və bundan sonra həmkarlarımıza da baxış bucağının dəyişməsinə şərait yaratdı. Artıq onlar da yeniliyin gəlib çatdığını anladılar və bizim kimi başqa formatda işləməyə başladılar. Rayonda bu yox idi və innovasiyanı biz gətirdik və həmkarlarımıza da işıq olduq. Nə xoş bizə.